Salamlar deyirəm hamıya. Bugün Urmu Gölü danışırıq və yanımızda Cəlal Rövşən vardı. Salamlar deyirəm Cəlal bəy və bugün sizinlə gölün qurumasının sonucunda ortaya çıxacaq olan bəzi geopolitik dəyişmələri danışacağıq. Salamlar, mən də sizə salam deyirəm. Gözəl işiniz üçün sizi təbrik edirəm. Yolunuz açıq olsun. Çox sağ olun. Təşəkkürlər Cəlal bəy. Urmu Gölü'nün quruması sonucunda ağır ekonomik sonuçlara yol açacağı denilir. Bunda işsizlik və yoxsulluğun artması və bəzi sosial gərginliklərin olması, hətta bəzi etnik qruplar arasındakı çatışmaların ortaya çıxacağını deyirlər. Bununla bağlı sizin düşüncələriniz və ekspert baxış açınız nədir? Çox sağ olun. Bilirsiniz, çox qısa söhbət edəcəyimiz üçün belə qısaca değinmək lazım və gərəkir. Başlıqlar halında. Bilirsiniz, Urmu Gölü tarix boyu həm insanlıq açısından, həm də Azərbaycan Türk insanı açısından doğrudan yaşam vəziyyəti və koşulları açısından çox önəmli bir yer tutmaqdadır. Yəni tarımdan baxarsanız çox önəm ərz edir. Hayvancılıqdan və o gündəlik yaşam, yəni güncəl yaşam konusunda bölgə insan dediğimiz Urmu Gölü havzası və ya Hovze-i Dəryası Urumiyə dedikləri. O hovzənin çox böyük etkəni və əsas rolunu oynayan bir omurga deyə bilir. Yəni sütunu fəqəratıdır. Siz bir anda neçə il içində, bəlkə 20 il içində, 25 il içində bu əsas omurganı oradan alırsınız və onu qurutursunuz. İndi olacaq olan nədir? Olacaq olan belə bir şeydir. Bir kərə, yəni mən çalışıram ki, biraz da məsələnin gələcəkdə başımıza gələcək geopolitik dəyişimlərdən söz edəm və buna ən azından görünən o ki, bəlkə bunu ən son bir dəqiqə içində söhbət eləyə bilərik ki, bu niyə belə olur? Yəni, bu qədər bağırmağa, çığırmağa, bu qədər kamuoyuna, əfkar-ı umumunu hazırlamaq və ya səs yaratmaya rəğmən dünyanın bu qədər səssiz qalmasının nədənini də bəlkə sonra söhbət eləyə bilərik. Amma indiki mevzu bahis bunun sonuçlarıdır və bu sonuçlarına, bu ağır sonuçlara özümüzü hazırlamamız lazımdır deyə düşünürəm. Yəni bu sadəcə insanlarımızın orada barına bilməməsi, tarım və əkinçilik edə bilməməsi, hayvancılıqla geçinən vətəndaşlarımızın, yurttaşlarımızın, soydaşlarımızın orada artıq bir gəlir qaynaqlarının olmamayışı məsələsi deyil. Bunun arxasından gələcək çox dərin sosial gərginliklər olacaqdır. Çox dərin güvənlik sıxıntıları oluşacaq. Çünki bilirsiniz, bu tip ekonomik boşluqlar, sıxıntılar və boşluqlar yarandıktan sonra həmən ardından, həmən sonrasında çox böyük güvənlik və sosial gərginliklər və sıxıntılar baş verər. Bu gərginliklər, bu sıxıntılar illər boyu, 10 illər boyu, bəlkə çox uzun illər, uzun vadəli devam edər. Bu devam etmənin sonucunda bölgədə çox böyük bir boşluq oluşur. Bu boşluq əlbəttə ki, başqa bir boyutu, su qaynaqları. Sən bilirsiniz ki, Urmu Gölü quruyur və qurumanın nəticəsində su qaynaqları da ortadan qaldırılır. Və kiçik bir bölgədə deyil bu. Yəni, siz düşünün ki, bir dairənin çapının 500 kilometrə məsafəsində. Yəni, bu sıçrayır həm Azərbaycanın doğu tərəfində çox böyük bir bölgəyə, yəni Təbrizi belə aşan bir durumdur, coğrafi olaraq, həm də Türkiyə sınırları içinə də daşır. Yəni 250 kilometrə nəredeysə doğrudan bu dairənin içinə yerləşir. Bu dairənin içində bilirsiniz, yəni Azərbaycan Türk soydaşlarımızın yanında başqa qardaşlarımız, başqa etnikdə olan qardaşlarımız da var. Kürt qardaşlarımız da var, başqa etniklərdən də var. Bunlar necə deyirlər, düşə qalxa indiyə qədər
dostca və ya düşmanca bəzən gərginliklər, bəzi sıxıntılar, yəni biz xəlqdən söhbət edirik. O terror mənsublarından söhbət edirəm. Normal insandan bəhs edirik ki, bu normal bir şeydir. Yəni siz dünyanın heç bir yerində tək ırq və ya tək soy tapa bilməzsiniz. Əlbəttə ki, bir bölgədə çeşitli insan türləri, yəni etnik olaraq fərqli türlərdən oluşan bir toplumdan bəhs edirik. Burada yoxsulluq oluşduqdan sonra, fəqirlik və yoxsulluq oluşduqdan sonra artıq burada güvənlik deyə bir şey qalmayacaqdır. Burada necə deyirlər, dostluq da qalmayacaqdır. Yəni toplum arasındakı dostluq, xoşgörü də qalmayacaqdır. Çünki doğrudan bir yoxsulluq və fəqirlik var. Göç əlbəttə ki, çox önəmli bir məsələdir. O göç olduqdan sonra da başqa bir boşluq ortaya çıxar. O boşluğun içində də əlbəttə ki, bilirsiniz, makro insan hərəkətlilikləri də, dünyada da bunun bir çox örneği var. Makro insan hərəkətliliklərində o boşalan yerdə inanılmaz bir şəkildə güvənlik sıkıntıları və bəzi qüvvələr, dünyada olan bəzi qüvvələrin, güclərin bu boşluğu doldurup çeşitli terör örgütleri kurmaya yönelik eğilimləri də söz konusudur. Yani siz düşünün, bölgede birçok terör meselesi, terör örgütüyle bizim başımız dertteyken, bir de düşünün Azerbaycan'ın güzide çok güzel bir bölgesi, bizim göz bebeğimizi dediğimiz, uşaqlığımızın, gençliğimizin, her birimizin uşaqlığımızda, gəncliyimizdə xatirələrimiz, gözəl anılarımız, gözəl urumumuzdan bəhs edirik. Yəni bu az buz bir şey değil. Zaten başı dərddə olan bir coğrafiyada bir də üstünə üstəlik belə bir boşluğu əklənincə çox böyük bir sıxıntı oluşacaqdır. Bunu tabii ki bu məsələ bölgenin içinde çeşitli güçler arasında jeopolitik dinamiklerin değişimine yol açacaktır. O jeopolitik değişimde biz necə yer alacağıq o məsələdir. Cəlal bəy, bu köç məsələsindən biraz qabağa getmək istəyirəm. Bu insan hərəkətliliyindən danışdınız. Azərbaycan milləti hara getməlidir? Əgər Urmu gölü quruduysa, orada resurslar yoxsa, artıq bir yaşama mümkün deyilsə və güvənsizlik varsa və sadəcə burada yeməkdən və ya qalmaq, barınmaqdan danışmıram, yəni həyati güvənsizlik varsa, Azərbaycan milləti nə eləməlidir? Hara getməlidir? Azerbaycan bu çok futuristik bir soru ve sual olur. Yani onu ben gerçekten dile getirmekten, hatta böyle düşünmekten bile özümü geri çəkirəm. Yani bunu ben sürekli düşünürəm, dostlarımızla da burada söhbət elədiyimizdə. Onu gerçekten düşünmək istəmirəm. Yani o düşüncəsi belə məni qorxudur, məni incidir və əziyyət edir. Çünkü vətəndir, vətənin yurtdur, yurdun tek bir qarış toprağı bizim için önemlidir. Ama burada insan odaklı olmaq da lazımdır. Yani o toprağın üzerinde benim insanım yaşamırsa ne olacaktı vəziyyət. Burada bizim doğrudur. Belki de sonlarına yaklaşırıq. Ben sizin sualınıza izin verirseniz, çünkü beni çok inciden bir sualdır. Buna cevap vermeyeyim. Başka bir şekilde, başka bir türlü cevap veririm size, başka bir sualına. Biz indi ne etmeliyik? Mən belə düşünürəm. Burada iki əsas məsələ var. Çünki önəmli bir məsələdir. Bəlkə %5'i qalıbdır. Urmu gölünün qurumayan bölgəsi %5'dir. Bu gündən günə artır. %4 olabilir, %3 olabilir. Bilmirəm. Çox az bir orandır. Çox az bir orandır. Bizim en azından eşikdəki, yani İran bölgəsində, İran sınırındaki, sınırı eşiğində olan dostlarımızın eşikdə çox güçlü bir şəkildə uluslararası camiada kamuoyu yaratmalıdır və bu kamuoyu nəticəsində siyasi və politik olaraq İran İslam Cumhuriyyətinin ki məşruiyyətin mənim gözümdə, en azından hamımız belə yox da, en azından mənim gözümdə çeşitli zamanlarda, çeşitli məqtələrdə öz məşruiyyətini itiren İran İslam Cumhuriyyəti bu Urmu gölü məsələsində də yani artıq gülü dikti yani. Belə deyək. Yani siz öz insanınıza belə 15 milyon, 20 milyon insanınız söz konusudur. Bunun içinde Hizbullah'sı da vardı.
Yani sadece değil mi? Yani orada çevre fəlakəti dediğimizde, fəqr, yoxsulluq dediğimizde sadece mənim kimi veya sizin kimin demokratik insanları vurmur. Sizin ideolojik açısından size yakın olan insanları da vurur. Onları da fəqirləşir. Onlar da göçə zorlanır. Demək ki, İran İslam Cumhuriyyəti sisteminin və yönetiminin əslində belə bir dərdi yoxdur. Mən burada iki əsas məsələni çox önəmlə altını çizmək zorundayım. Lütfən zamanı mənə xatırladım, bilmirəm zamanı. Burada iki əsas məsələ var. Məncə, yəni son illərdə ən azından həm Türkiyədə, həm xaricdə, yurt dışında, yəni əlimizdən gəldiyi qədər dostlarımız, hamımız bir məsələni uluslararası camiada mətrəh eləmişik. UNESCO-nun bundan xəbəri var. FAO-nun bundan xəbəri var. Birləşmiş Millətlərin bundan xəbəri var. Yəni hər kəsin bundan xəbəri var. Burada iki senaryo oluşur. Birincisi budur ki, heç bir birləşmiş, yəni necə deyirlər, uluslararası camiada İran İslam Cumhuriyyətinin bu konuda tavrını və necə deyirlər, bir qarşı olaraq düşmanca tavrını önemsemir belki. Yani belki tərəf olmaq istəmir. Və ya bilmirəm, başqa bir teori də vardı. O da mənim zehnimə gəlir. O daha qorxutucu bir teoridir. O da budur ki, belki uluslararası müəssis nizam dediğimiz, yani küresel müəssis nizam dediğimiz olgu veya oluşum, ki bu bir komplo teorisidir. Bu məsələnin zaten istədiyi bir məsələdir. Yani ondan yana olan bir məsələdir. Orada durum daha çox vəhimdir. Yəni bizim bütün fəaliyyətlərimiz belə boşa çıxar. Umuram ki, belə deyil. Ancaq görünən o ki, dünya da buna səssiz qalıb və İran İslam Cumhuriyyəti də suçu başqasına atmaq. Yəni oradakı tarım yazıq, əli qabar, iki heyvanı olan, iki çərək yeri olan, necə deyirlər, əkinçiyə belə günah atmaqdan geri durmayan bir İran İslam Cumhuriyyəti ilə qarşı-qarşıya durur. Su quyusu çeşitli zamanlarda düzensiz bir şekilde su kuyuları açıldığı için Urmu Gölü qururdu deyir və ya Türkiyə Cumhuriyyəti devlətinə suç atır. Ancaq əsas məsələ budur ki, bizim əsas burada yapabilmə qabiliyyətimiz budur ki, əlimizin ulaşdığı hər yerə əl ataq. Çünki bu artıq burada bizim yaşam və necə deyirlər, Shakespeare'in də dediyi gibi var olmaq veya olmamaq məsələsidir. Yəni burada necə var olmaq məsələsi deyil artıq. Yəni necəlik deyil, olub veya olmamaq məsələsidir. Elə bir duruma gəldik ki, sizin kimi dəyərli dostumuz və insanımız bu sualı mətrəh edir ki, Azərbaycan insanı hara getməlidir? Azərbaycan insanı yerində qalmalıdır. Azərbaycan türkü yerində qalmalıdır. Biz buna fəaliyyət göstərməliyik. Ama hara gedə bilər? Mən daha doğrusu bu jeopolitik baxımdan baktığımız zaman iki yolu var. İran'da yaşayan Güney Azerbaycan Türkü, özellikle o bölgede. Bir iç göç var, bir de sınır ötesi göç olabilir. Yani iç göçte Hazar havzasını, yani Xəzər hovzasını, Hovuzi Dəryayı Xəzər deyirlər də, Xəzər havzasının xaricində mən Azərbaycan türkünün başqa yerə gedəcəyindən çox da əmin deyirəm. Çünki bir çöldən çıxıb başqa bir çölə getmək istəməz. Hara gedəcək? Yəni İranın güneyində və ya İranın mərkəzində başqa çöllər var. Məcburən bu ya Azərbaycana gedəcək, ya da Türkiyəyə gedəcək ən yaxın. Varlılar olabilecek ki zaten Avrupa'ya veya daha uzak ülkelere gider. Ancak Türkiye ve Azerbaycan en elverişlisi. Bunların ikisinde Azerbaycan iç siyaseti, iç politikası nedeniyle daha çok elverişli değil. Tek seçenek Türkiye'dir ve Türkiye'de bunu qaldıracağına mən çox əmin deyirəm. Çünki bu dənli göç məsələsini artıq çox sıxıntı yaradıbdı Türkiyə Cumhuriyyətinə. O da önəmli bir məsələdir. Buyurun. Düzdür. Cəlal bəy, elə bu insan hərəkətliliyi, köç məsələsi, ekonomik anlamda o geopolitik dəyişimlərin sizcə uzun sürədə o bölgədə olan ölkələrin arasındakı güc dəngələrini necə dəyişdirəcəkdir? Siz məsələmin Türkiyəyə getməkdən, Azərbaycana getməkdən danışırsınız. Türkiyədə zaten bir Suriye problemi vardı. Əlbəttə.
Bunları haqqında nə düşünürsüz? Baxın, burada ortaya çıxan bir çox məsələ var. E, Birincisi, bölgənin güvənlik məsələsi. Güvənlikdə çox böyük bir otorite boşluğu oluşacaq, insandan boşalacaq, özellikle Azərbaycan Türkü insanından boşalacaqdır. Bu başlı başına böyük bir sıxıntıdır, problemdir. Bu olgu belə bölgənin jeopolitik, yani biz Türk dünyası bakış açısından baktığımız zaman bizim için çok büyük bir kayıptır. Çok büyük bir itkidir. Hem Azerbaycan için çok büyük bir itkidir. Hem Turan şey için, Türkiye için, hem de yani bu Turan dediğimiz mesele bir Türk Devletleri Teşkilatı dediğimiz meseleden yola çıkarak çok büyük bir boşluktur. Biz bunu düşünürük ki bir köprü olarak, bir geçit olarak Azerbaycan, Güney Azerbaycan'ı düşünürük ve önemli bir jeopolitik bir bakış açısıyla bakırıq. Ama bir taraftan da elə bir oyunun içine girmiş olduk ki təəssüflə bizim insanımız oradan çıxmaq zorunda qalacaq və biz insanımızı orada tutmaq məcburiyyətində, necə deyirlər, bir zorunluluqla onu eləyə bilmərik. Çünki onun işi önemli, aşı önemli, uşağı önemli, ailəsi önemli. Yəni barına bilmədiyi yerdə bir insan qala bilməz. Bu işin bir boyutu. Ancaq işin başka boyutu su qaynaqları quruyacaq. Bilirsiniz, dünyada en önemli mesele ince su problemleridir. Su problemleri, su savaşları artık yavaş yavaş yakınlaşırıq bu su savaşlarına. Bölgede bu su kaynaklarının kuruması. Hangi şeyler var? İran var, o tarafta Ermənistan var, bu tarafta Türkiye Cumhuriyet Devleti var, Irak var. Yani bunlar doğrudan meseleye dahil olan ülkelerdir. Siz düşünün, bu bölgede inanılmaz bir jeopolitik denge değişimi olacaktır. Çünkü hem güvenlik etkilenecek, hem su kaynakları meselesi, insanların makro biçimde hareketliliği söz konusu olacaktır. Ve bu dinamizmler, jeopolitik dinamikler yeniden yazılacaktı, yeniden tariflenecekti. Ve bu tariflerin içinde bizim yerimiz ne olacaktı, onu gerçekten biraz necə deyirlər, mənim bakış açımdan bir futuristik bakış açısı lazım. Çünkü yarın öbür gün toplumda özellikle bizim toplumumuzda etkiler, tepkiler ne olacak? Yani bizim toplumumuzun bu olay karşısında tepkisi ne olacaktı? Açıkçası ben çok kəstirə bilmirəm. Kaldı ki başka etnik gruplar da var. Misal için bölgede yaşayan Kürtlerin ben indiye kadar bu Urmi Gölü meselesi konusunda hiçbir tepkilerine şahit olmadım. Bu da önemli bir meseledir. Bir taraftan o topraklar bizimdir. Arazi iddiasında var eliller, arazi iddiası eliller, yani toprak iddiası eliller, ama o toprakları herhangi bir necə deyirlər, çevresel mesele karşısında bir savunma da görmedim. Burada da çok büyük bir etken. Yani onların da tepkileri ne olacak? Çünkü bölgede bir etnik gruplar, etnik bir necə deyirlər, faktördüler. Onların da bu tepkileri önemlidir ilerleyen zamanlarda. Mən belə görürəm ki, ilerleyen zamanlarda hem güvenlik, hem iktisadi, derin iktisadi ve elbette ki çevresel meselelerin içinde yaşamsal, yani doğrudan su meselesi ortaya çıkacak ve bunların hamısı bölgenin hali hazırda jeopolitik muhafazakar bir olgudur. Özünü muhafaza eləmək istər. Yani olduğu vəziyyətdə, koşulda, şəraiti muhafaza eləmək istər. Jeopolitik hiçbir zaman değişmeyi istemez. Hı. Değişirse bu zorunlu olur. Ve bu zorunluluk, bu değişim her zaman kanlı, her zaman çatışma ve her zaman gerginliğiyle necə deyirlər, sonuçlanır. Bu sonuçlara, bu gergin sonuçlara millətimiz də, özümüz də hazır olmalıyıq deyə düşünürəm. Çox təşəkkür edirəm Cəlal bəy bu faydalı Sağ olun. bilgilər üçün. Ümid edirəm ki, o gün gəlməz ki, görək Azərbaycan milləti yurdundan, vətənindən köçmüş ola. Çox sağ olun. Sağ olun. Çok sağ olun. Çok sağ olun. Teşekkür ederim.